Salam əziz şagirdlər. Mövzumuz havanın temperaturunun dəyişməsidir. Havanın temperaturu üfüqi və şaquli istiqamətdə dəyişir. Şaquli istiqamətdə dəyişmə hündürlükdən asılı olaraq dəyişmədir. Hündürlüyə doğru hər 100 metrdə 0,6 dərəcə və ya 1 kilometrdə 6 dərəcə temperatur aşağı düşür. Bəs bunun səbəbi nədir? Günəş şüaları yer səthinə düşür, səth örtüyü qızır. Səthdən ayrılan istilik ilə havanın aşağı qatları isinir. Yer səthindən uzaqlaşdıqca hava tədricən soyuyur. Bu, atmosferə xas olan bir qanuna uyğunluqdur. Üfüqi istiqamətdə dəyişmə ekvatordan qütblərə doğru dəyişmədir. Bunun səbəbi günəş şüalarının yer kürəsini qeyri-bərabər işıqlandırması və müxtəlif bucaq altında düşməsidir. Günəş şüalarının böyük bucaq altında düşdüyü tropik enliklər daha çox, kiçik bucaq altında düşdüyü qütb ətrafı ərazilər isə daha az istilik alır. Şimal yarımkürəsində ən yüksək temperatur iyul, ən alçaq temperatur yanvar ayında müşahidə olunur. Cənub yarımkürəsində isə əksinə, ən yüksək temperatur yanvar, ən alçaq temperatur iyul ayında müşahidə olunur. Mütləq maksimum temperatur çoxilliklər ərzində müşahidə olunan ən yüksək temperaturdur. Yer kürəsində mütləq maksimum temperatur Liviyanın Tripoli şəhərində müsbət 58,1 dərəcə, Qərb yarımkürəsində isə Ölüm dərəsində müsbət 56,7 dərəcə qeydə alınıb. Mütləq minimum temperatur çoxilliklər ərzində müşahidə olunan ən alçaq temperaturdur. Ən alçaq temperatur, yəni mütləq minimum temperatur Antarktidada -91,2 dərəcə, Şimal yarımkürəsində isə Oymiakonda -71 dərəcə qeydə alınmışdır. İqlim xəritəsində eyni temperatura malik nöqtələri birləşdirən xətlərə izotermlər deyilir. Sutka ərzində maksimum və minimum temperaturlar arasındakı fərqə sutkalıq temperatur amplitudu deyilir. Sutkalıq minimum temperatur günəş çıxmazdan 5-10 dəqiqə əvvəl, sutkalıq maksimum temperatur isə günortadan 2-3 saat sonra müşahidə olunur. Diqqətinizə görə təşəkkür edirik.